İndiki sadə zaman forması present simple, English grammar in use, unit 5, İngilis dili qrammatikası, I do work like, etc. İndiki sadə zaman forması baxaq cümlələrə, baxaq. We read a lot, biz çoxlu oxuyuruq, olduqca çox oxuyuruq. They have a lot of books, onların çoxlu kitabları var. They read a lot, onlar olduqca çox oxuyurlar. I like ice cream, mən dondurmanı xoşlayıram. He is eating an ice cream, o dondurma yeyir. Bu indiki davam edici zamandadır. Amma he likes ice cream, o dondurmanı xoşlayırsa indiki sadə zamandadır. They read, he likes work, etc. The present simple, indiki sadə zamandadır. I, we, you, they ilə read işlənir, like işlənir, work işlənir, live işlənir, watch işlənir, do işlənir, have işlənir. Qalan şəxslərdə he, she, it ilə feilin sonuna biz s və yaxud es əlavə edirik. Reads, likes, works, lives, watches, does, has. Remember, yadda saxla, he works, she lives, it rains, etc. I work in a shop, mən mağazada işləyirəm. My brother works in a bank, mənim qardaşım bankda işləyir. Not my brother work. My brother work demək səhvdir. Gərək works deyəsən. Feilin sonuna s əlavə edəsən. Lucy lives in London. Lucy Londonda yaşayır. Her parents live in Scotland. Onun valideynləri Şotlandiyada yaşayır. It rains a lot in winter. Qışda olduqca çox yağış yağır. I have, he, she, itdən has işlənir. Deməli, I ilə have işlənir, bütün şəxslərlə have işlənir, malik olmaq mənasında. He, she, it nə isə has işlənir. Joe has a shower every day. Joe hər gün duş qəbul edir. Spelling, es after s, sh, ch. Əgər fe'l s ilə, sh ilə, ch ilə bitərsə, es əlavə olunur. Pass, passes, finish, finishes, watch, watches. Əgər y hərfi ilə bitərsə, y hərfi düşür, i, es əlavə olunur. Study, studies, try, tries. Və həmçinin do, does olur, go isə goes olur.